Selam, bu dersimizden etibarən period formasını öyrənməyə başlayacağıq. Periodun nə olduğunu izah eləməmişdən əvvəl sizə planı göstərim. Demək, bu dərsimizdə biz period haqqında qısa bir məlumat alacağıq. Bu giriş dərsdir period mövzusuna. Ondan sonra periodun növləri var. Biz əsas bax bunları öyrənməliyik. Bunların sizdə fikir qarışıqlığına səbəb olmaması üçün daha rahat mənimsəyəsiniz deyə, daha aydın olsun deyə hər qrupu ayrı dərsdə izah eləmək istəyirəm. Yəni bir neçə dərsə böləcəm. Hətta bu birinci növləri burada qurma var. Yəni mürəkkəb period. Buna ayrı bir dərs hazırlayacağım. Period formasının növlərini 5 dərsdə izah edəcəm. Bundan əlavə, bunlardan əlavə, növlərdən əlavə həmçinin perioda giriş və tamamlayıcı quruluşlar olur bəzi hallarda. Ondan danışacağım. Ona ayrı bir dərs ayırarıq. Və son olaraq bəlkə bir yekunlaşdırıcı bir dərs o da olar. Bu dərslə bir yerdə ümumi təxminən 9 dərs boyunca biz periodlardan danışacağıq və ümid edirəm bu dərslərdən sonra artıq sizin beyninizdə periodla bağlı bir qaranlıq bir şey qalmayacaq, sual qalmayacaq. Period mövzusunu geniş şəkildə, əhatəli şəkildə hər tərəfli mənimsəyəcəksiniz, öyrənə biləcəksiniz. Belə biraz nəzəri məlumat verim sizə. Period nədir? Period Yunan dilindən dövr, müəyyən dövriyə, mərhələ deməkdir. Musiqiyə, ədəbiyyatdan gəlmiş bir termindir period. Belə ilk dəfə musiqi sahəsində 15-16-cı əsrlərdə mahnı rəqs janrında yarandığı ehtimal edilir. Amma bunun tam mükəmməlləşməsi, kristallaşması 18-ci əsrin ortalarında, xüsusilə Haydn dövründə. Hansı ki, o homofonik fakturalardan danışanda demişdim sizə, homofonik o fakturanın, o yapının qurucusu Haydn hesab olunur və bu forma həmçinin period forması özəlliklə Haydnın yaradıcılığında təkmilləşib. İnstrumental musiqidə, unutmayın. Belə götürəndə mahnıların o kupletləri olur, bəndləri. Bax, onlar period formasındadır. Bənd demişkən, periodu ədəbiyyatda nə ilə müqayisə edə bilərik? Deyək ki, bir şeirdir, bax, o şeirin bir bəndi perioddur. Ya da nəsr əsərlərində, yəni hekayə, roman, povest, nağıl və s. Bunlarda abzas perioddur. Mən onu da sizə müqayisə eləmişdim, göstərmişdim. Bir abzas period ola bilər, yaxud bir şeirdə bir bənd, beyt. Bunlara period deyə bilərik. Bəs bəndlər necə əmələ gəlir? Onlarda bir fikir bitir. Hər bənddə bir bitmiş fikir var. Hər beytdə və yaxud hər abzasın xüsusiyyəti orada bir fikir bitir, bir mövzu olur, o bitir, ondan sonra başqa abzasa keçir. Yəni period əslində bir bitmiş fikirdir. Periodun daha kiçik hissələri cümlələrdir, cümlələrin daha kiçik hissələri frazalardır, frazaların daha kiçik hissələri motivlər, onun da hissələri submotivlər. Biz cümlələrə qədər gəlmişik və indi bundan sonra periodları öyrənəcəyik. Period bir forma olaraq sadə iki hissəlidən tutmuş, perioddan böyük forma odur. İlk böyük forma sadə iki hissəli formadır. Ondan tutmuş rondo, variasiya, sonata, rondo, sonata və s. Bütün formaların, böyük formaların tərkib hissəsi ola bilər. Amma müstəqil əsər forması kimi period ilk dəfə Chopin'in yaradıcılığında ona rast gəlirik. Onun prelüdlərinin çox böyük hissəsi 16 ya da ondan çox prelüdü məhz period formasındadır. Yəni bir müstəqil əsər forması kimi ilk dəfə Chopin yaradıcılığında var. Əslində Çerninin kiçik həcmli etüdləri bu da period formasındadır və yaxud Bach'ın kiçik prelüdlərində də var period forması. Prelüdə baxırıq, görürük ki, period formasındadır. Amma belə sistemli şəkildə gözə çarpan, nəzərə çarpan, ağırlıqlı olaraq Chopin'in yaradıcılığında, hansı ki, yəni biz onu konsertdə də çala bilərik. Yəni o səviyyədə, yüksək səviyyədə. Təkcə Chopin'dəmi? Yox. Aydın Azimovun əsərlərində ilmələri o da period formasındadır əksəriyyəti. Başqa Qarayevin prelüdləri demək olar, Aydın müəllimin müəllimi. Skriabinin, Raxmanovun prelüdlərində, Prokovyevin miniatürlərində də görmək olar. Belə nümunələr görəcəyik. Klassik period forması, düzdür, növləri var, amma klassik olan, yəni ən çox yayılan əsl, belə deyim, period formasında iki cümlə olur. Birinci cümlə, ikinci cümlə. Biz bunları A, B hərflərinə işarə edəcəyik gələcəkdə də. Ya 8 cümləli olar və yaxud 16 cümləli olar. Bu cümlələrdən birincisi natamam olur, sual xarakteri daşıyır, sanki bir sual verilir. İkinci cümlədə isə cavab verilir, yəni tamamlayıcı olur. Sual cümləsi, cavab cümləsi. Periodlar iki xanəli də ola bilər. Çox nadirdir, çox nadir hallarda bunu tapmaq olar. Miniatür əsərlərdə 4 xanəli var, period var. 4 xanəli, 8 xanəli, 16 xanəli. Ən çox bunlar yayılıb. 4, 8 və 16 xanəli periodlar var. 32 xanəli də var, 64 xanəli də var, 60 xanəli də var. Göstərəcəm. Onlar, yəni 16 xanəlidən böyük olanlar böyük
mürəkkəb periodlar sayılır. O mürəkkəb qurma periodları mən ayrı bir dərsdə sizə göstərəcəm, izah edəcəm. Bayaqdan fikirləşirəm bir mövzunu sizə deyim deməyim, amma deyəcəm. Bu period deyil. Bunu bəziləri period deyir. Yəni belə tələffüz edir. Hər şeyi ruslaşdırmaya xahiş edirəm. Düzdür, mənim də ağzımdan çıxır. Çünki mən də elə təhsil almışam, mənə də elə öyrədiblər, beynimdə, qulağımda elə qalıb. Mən də çox vaxt rusca tələffüz edirəm. Artıq ola bildiyi qədər, təbii ki. Bu period deyil, perioddur. E hərfindən oxumaq lazımdır. O ki sözlərdə vurğu başqa hecəyə düşəndə E hərfi I kimi oxunur, O hərfi A kimi oxunur filan. Bunlar rus dilinin qrammatikasına xasdır. Bu period rus termini deyil məsələn, bu Yunancadan gəlib. Bu perioddur, period deyil. Sadəcə bu deyil. Fortepianoya fortepiano deyən insanlar var, yəni mən onları eşidəndə hər dəfə düzəliş eləmək olmur, adın olur çox bilmiş. Amma demək də lazımdır. Hətta bax Frederic Chopin, Chopin deyirlər, Chopinə Chopin deyirlər. Chopin deyil. Bir tərəfi fransızdır, bir tərəfi polyakdır. Düzdür, slavlıq onda var. Polyaklarla ruslar qohumdur. Necə ki bizlə, misal üçün özbəklər. Dünyada hamı qohumdur qohum olmaqla, yəni yaxın qohumdur var onlar. Amma bu Chopin'in adı burada A deyil, O getməlidir. Chopin. İstəyirsiniz fransızca qulaq asaq? Frédéric Chopin. Frédéric Chopin. R ilə tələffüz edir. Önəmli deyil. Bax burada A işlətmir, O işlədir. Chopin. Və polyakların dili lehcə danışılırlar, leh dilində. Onların öz dilində bir səsləndirin bu adı. Frédéric Chopin. Frédéric Chopin. O hərfi var. Chopin deyil, Chopindir. Fortepianoya baxaq görə İtalyanca necə səslənir bu mübarək. Forte. Forte. Piano həmçinin Piano. Piano. Forte piano. Forte piano. Forte piano. fortepiano, fortepiano deyil. Xahiş edirəm, hər şeyi ruslaşdırmayaq. Bax, bu terminlər İtalyancadır. Mümkün olduğu qədər İtalyanca çalışaq, onu tələffüz edək. Rusca termin görəndə, hə, tamam, onu da rusca tələffüz edərik. Heç olmasa Azərbaycanlılaşdırsaq, sezura deyə bilərik. Ən azından bizim öz musiqi dilimizə uyğunlaşdırmaq olar. Amma da onu C hərfindən, C səsindən daha doğrusu tələffüz etmək lazım deyil. Bunu əvvəlki dərslərimizdə demişdim. Ruslaşdırmayaq. Hər termini mümkün olduğu qədər öz dillərində istifadə edək. Belə. Period haqqında ümumi məlumat məncə bu qədər yetərlidir. Növlərinə baxaq. Çünki bizim ən çox bunları öyrənməyə ehtiyacımız var. Period nədir onu bildik. İstəsəniz hətta internetdən nəzəri olaraq mətn kimi, yəni period haqqında, onun tarixçəsi haqqında daha çox məlumat ala bilərsiniz. Belə dedim, yəni 15-16-cı əsrlərdə ilk dəfə musiqi sahəsində yaranmağa başladığı ehtimal olunur mahnı rəqs janrında. 18-ci əsrin ortalarında da xüsusilə Haydn yaradıcılığında homofonik yapının, fakturanın möhkəmlənməsi ilə formada təkmilləşmişdi, kristallaşmışdı. Yunan dilində dövr deməkdir, musiqiyə ədəbiyyatdan gəlib bu termin. Belə bir başlanğıc olaraq periodlar mövzusuna məncə yetərlidir bu dərsimiz. Növləri öyrənməyə davam edək.